Vüqar biləcərinin yaradıcılığına xas olan o dərin təzadı, sadə sözlərlə çox gözəl ifadə etdiyi bir misranı analiz edəcəyik. Dinləyək, daha sonra təhlil edək. Sən birinin aşıqı, mən də birinin aşıqı. Günəş səhər görsənər, ay gecə yarı gəldi. Sən birinin aşıqı, mən də birinin aşıqı. Bu misrada şair zahirən eyni vəziyyətdə olan iki insanı qarşı-qarşıya qoyur. Hər ikisinin ortaq nöqtəsi aşıq olmaqdır. Bu insana elə gəlir ki, onlar eyni hissi bölüşürlər və aralarında bir ruh yaxınlığı var. Lakin ikinci misra bu bərabərliyi alt-üst edir və hər kəsin öz sevgi dünyasında necə tənha və fərqli olduğunu göstərir. Günəş səhər görsənər, ay gecə yarı gəldi. Vüqar burada aşıqları günəş və ay ilə simvollaşdırır. Günəş aydınlıqdır, ümiddir, hamının gözü qarşısında olan, bəlkə də qovuşması daha asan və vaxtında olan bir sevgini tərənnüm edir. Gecə isə gizlilikdir, qaranlıqdır, gecikmiş bir taledir. Gecə yarı gələn işıq həm gözəldir, həm də artıq hər şeyin qaranlığa qərq olduğu, bəlkə də ümidlərin bitdiyi bir zamana təsadüf edir. Günəşlə ay heç vaxt eyni vaxtda, tam mənasıyla eyni samada hökmranlıq edə bilməzlər. Onların yolları kəsişmir. Şair demək istəyir ki, bizim ikimiz də aşiqik, amma bizim sevdiklərimiz, sevilmə vaxtlarımız, talelərimiz elə fərqlidir ki, biz heç vaxt bir araya gələ bilmərik. Biri səhərdirsə, o biri gecə yarısıdır. Vüqarın dilindəki axıcılıq bu beytdə də özünü göstərir. Çox sadə, gündəlik danışıq dilinə yaxın sözlərlə elə bir mənzərə yaradır ki, oxucu o gecikmişlik və çarəsizlik hissini dərhal tutur. Gəldi sözündəki o bitmişlik bəlkə də həm bir intizarın sonu, həm də o sonun gətirdiyi hüznü ifadə edir. Yekun olaraq bu beyt eyni dərdi çəkən, amma tamamilə fərqli dünyaların insanları olan iki şəxsin qaçılmaz ayrılığının poetik formulusudur. Sözün xiridarıdır, söz şairinin aşıqı. Fərhad olub deyirlər, o vaxt şirinin aşıqı. Sən birinin aşıqı, mən də birinin aşıqı. Günəş səhər görsənər, ay gecə yarı